Azərbaycan Respublikası Müdafiə Nazirliyi təqdim edir. Ordunun səsi. Salam əskər! Əziz dinləyicilər, Ordunun səsi proqramının növbəti buraxılışı efirdədir. Ordunun səsi proqramını sizə Ariz Cəfərov və Dilşad Tahir qızı təqdim edir. Bugünkü efirimizdə eşidəcəksiniz. Vətənin keşiyində Unudulmayanlar. qədim döyüş silahları, Hərbi terminlərimiz. dövlət, xalq, ordu birliyi, Ordunun səsi. Belli hünerimiz, siperdir sinemiz. Can kardeşi, kan kardeşi, şan kardeşiyiz biz. Dünyada müharibələrin, fəlakətlərin yaratdığı xaos, viran qoyduğu ölkələr az deyil. Hər birinin də öz kədərli hekayəsi, aqibəti var. Bir zamanlar bizim ölkə üçün də qeyri-müəyyənlik mövcud idi. Təkrar deyirik, bir zamanlar. İndi o zamanlar çox uzaqdadır. Böyük qayıdışla müjdələnən yurt yerlərimizin ürək arğıdan hekayəsinin uğurlu və xoşbəxt günlərlə əvəzlənməsi, yəni azadlığa, ərazi bütövlüyümüzə qovuşması sanki bir nağılın xoşbəxt sonluğuna bənzəyir. 44 günlük vətən müharibəsi işğaldan azad edilmiş yerlərə təkcə azadlıq yox, həm də şən ovqat gətirib. Bu xoşbəxtliyi xalqımıza bəxş edən Ali Baş Komandan və müzəffər Azərbaycan ordusudur. Bu ərazilərdə xidmət edən hərbiçilərimiz isə indi azad torpaqlarımızın keşiyində mərdliklə dayanır, əminamanlığı göz bəbəkləri kimi qoruyurlar. Salam əskər! Dağlarda koyduk ayak, gözün aydın olsun Qarabağ. Alnın açıktır üzüne, gözün aydın olsun Qarabağ. Qana batmış her çığırın doğma, bizi illərlə çağıran doyuğma sənə qurban. Zəfər tək hədəfin hakkındır senin, yalnız qələbə. Halal olsun sənə Azərbaycan əskəri. Vətən birlikdə biz çaldıq qələbə, parlaq qələbə. Halal olsun sənə Azərbaycan əskəri.
Ordunun səsi. Vətənin keşiyində. Yeni ilin ilk günlərini yaşayırıq. 30 ildən sonra azadlığa qovuşan Qarabağımıza, Füzuliyə, Cəbrayıla, Ağdama, Qubadlıya, Zəngilana, Suqovuşana, Hadruta, Şuşaya və digər yurt yerlərimizə səfər edərkən yol boyu bayramın, şadlığın, firavanlığın bizim ellərə necə yaraşdığının şahidi olursan. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli bizimdir. Zəngilan şəhəri. Qubadlı şəhəri. Torpaqlarımızı Azərbaycan əskəri azad edir. Azərbaycan zabiti azad edir. Sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah. Eşq olsun bizim əskərlərimizə. Vətən sevgisindən güc alan cəsarətli, igid və qalib Azərbaycan əskəri. Başı qarlı dağlar, soyuq səngərlər müzəffər Azərbaycan əskərinin vətən sevgisi, vətən sevdası ilə isinir. Başqa sözlə, əskərimin köksündə vətən adlı ürək döyünür. Bir nəğmə əskərin dodaqlarında, sərhəd küləyinə həmsöhbət olar. Bir nəğmə əskərin barmaqlarında, tətiyə söykənən cəsarət olar. Mən deyirdim dəfələrlə, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Və həm siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı. Və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğruna. Elə gənc nəsil yetişdi ki, öz qanı, canı bahasına torpağımızı düşməninin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak edir, qəhrəmanlıq göstərir. Amma hər kəs bilməlidir, əsas missiyanı mənim dövrümdə yetişən gənclər yerinə yetiriblər. Biz 21-ci əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Azərbaycan Silahlı Qüvvələr sıralarına daxil olarkən vətənim Azərbaycana və onun xalqına sadiq olacağıma and içirəm. Hər bir dövlətin ərazi bütövlüyünün, təhlükəsizliyinin qarantı onun güclü ordusudur. Xalq ordunun, ordu xalqın dayağıdırsa, onda dövlətin qüdrəti, özünü müdafiə bacarığı daha da yüksəkdir. Bugün qalib Azərbaycan əskəri vətənə və xalqa sədaqətli xidməti ilə öz övladlıq missiyasını layiqincə yerinə yetirir. Vətən müharibəsi doğma torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, xalqımızın milli ruhunun oyanışına, qürurlu, mətin bir xalqın yenidən doğuluşuna səbəb oldu. Qəlbimizdə əbədi məşəl tək alovlanan müzəffər Azərbaycan əskəri abidəsi ucaldı. Əskər, ədalətə tapınan insan, qəlbi qələbənin eşqi ilə yanar. Əskər, ürəyində vətən vəfası, köksündə bir sükut çığırtısı var. Güllə qabağında qırpılmaz gözü, günəşin önünü dağ kəsə bilməz. Əskər gözəl bilir sevginin üzü, həqiqət nurundan heç vədə dönməz. Qorxusuz gözləri yırtar gecəni, alnına qırmızı kölgə salardan. Zülmətdən qorxmağı anlamaq olar, dərd odur, gündən qorxasan. Vətənpərvərlik vətənə sevgidir. Vətən dünyaya göz açdığın diyardır. Vətən ulularımızın əmanətidir. Vətən tariximiz, müstəqilliyimiz, gələcəyimizdir. Vətən sevgisi cücərən toxum kimidir. Bu toxum insanın ruhuna ana nəfəsi, dilə gətirilən ana kəlməsi ilə səpilir. Beləcə ruhi sevgi başlayır. İnsan böyüdükcə, özünü dərk elədikcə bu toxum cücərir, ruha yayılaraq əvəz edilməz duyğuya çevrilir.
uşaq yaşlarından ürəyində kök salan bu sevgi ilə rahatlıq tapır. Tarix boyu vətənimiz, ant yerimiz, şərəfimiz, qələbənin yollarında böyük qurban vermişik biz. Neçə ilin həsrətinə nəhayət ki son qoyuldu, gözü yaşlı Qarabağım əsarətdən azad oldu. Övladların bir qəhrəman, dağ başından getdi duman. Bu qələbən mübarəkdir, gözün aydın Azərbaycan. Övladların bir qəhrəman, dağ başından getdi duman. Bu qələbən mübarəkdir, gözün aydın Azərbaycan. Bizim Ali Başkomandan, son söz sənindir hər zaman. Yaşa var ol mənim xalqım, gözün aydın Azərbaycan. Qəlbimizdə vətən eşqi, biz birlikdən güc almışıq. Zülmətləri yarıb keçdi, günəş kimi bu nur işıq. Xalqımıza arxalanan mərd oğullar qisas aldı. Öz yerini bildi düşmən, haqq ədalət zəfər çaldı. Xalqımıza arxalanan mərd oğullar qisas aldı. Öz yerini bildi düşmən, haqq ədalət zəfər çaldı. Övladların bir qəhrəman, dağ başından getdi duman. Bu qələbən mübarəkdir, gözün aydın Azərbaycan. Övladların bir qəhrəman, dağ başından getdi duman. Bu qələbən mübarəkdir, gözün aydın Azərbaycan. Ordunun səsi. Unudulmayanlar. Vətənpərvərlik torpağını sevmək, vətən uğrunda canından keçmək, xalqını, millətini qorumaq, bayrağını uca tutmaqdır. Vətən təkcə üzərində gəzdiyin torpaq deyil, mənəm, sənsən, bizik vətən. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər və qeyrət simvoludur. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Komandirimə söz vermişdim ki, mövqeyimi tərk etməyəcəm. Bir də bu bayrağı qoyub hara gedəydim. Bu sözlər Azərbaycan bayrağını erməniyə verməyən, düşmənə qarşı 5 gün tək döyüşən, məğrurluq və cəsarət simvoluna çevrilən Azərbaycanın milli qəhrəmanı şəhid Natiq Qasımova məxsusdur. Əziz dinləyicilər, Unudulmayanlar rubrikasının bu dəfəki qəhrəmanı Natiq Səlimoğlu Qasımovdur. Natiq 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində dünyaya göz açıb. Lakin sonra 1975-ci ildən ailəsi ilə Mingəçevirdə yaşayıb. Natiq burada 8 illik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb. Rusiyanın Krasnoyarsk vilayətinin daxili qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıdır. Natiq elə həmin il ailəsindən gizlin cəbhəyə yollanır. Qardaşı Nofəl Qasımov həmin dövrü belə xatırlayır. Qarabağda gedən müharibələr haqqında da tez-tez əsgərlikdə olanda bizdən məlumat istəyirdi. Biz yazırdıq, o vaxt məktub sayəsində yazılırdı.
Yəni çox narahat idi ki, mən tez gəlim, harasa o Qarabağda mən də iştirak edeyim. Gəldi bir neçə gündən sonra biz dedik hələ yəni bu işlə yəni bu şey eləməz də. Bir gün səhər-səhər gəlib durduq ki, yəni yoxdur. Bizdən tez qabaq durub, balaca bir kağız parçası yazıb və çıxıb gedib Qarabağa. Milli qəhrəman döyüşlər zamanı Qarabağ Şahinləri batalyonuna qoşulur. Ağdam-Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak edir. 1992-ci il martın əvvəlində batalyondan 31 nəfərlik bir dəstə Ağdamın Xramor kəndindəki yüksəkliyi azad etmək əmri alır. Tapşırıq yerinə yetirilir və yüksəklik azad edilir. Həmin dəstə qədim Alban kilsəsində məskunlaşır. Lakin yüksəkliyi yenidən işğal etmək istəyən düşmən əks həmlə etməyə çalışır. Döyüşdə Natiqin də olduğu həmin dəstənin komandiri və döyüş yoldaşları şəhid olur. Kilsədə Natiq və bir neçə nəfər qalır. Daha sonra Natiqin döyüş yoldaşlarının hamısı şəhid olsa da, o kilsədə qalaraq ermənilərə qarşı tək döyüşür. Ermənilər kilsədə bir batalyonun olduğunu düşünürlər. Onlar əsir götürdükləri Xocalda məktəb direktoru olmuş Cəfər Cəfərovu Azərbaycan bayrağı sancılmış kilsəyə göndərərək deyirlər ki, kilsədəkilər təslim olmasalar, bütün Xocalı əsirləri güllələnəcək. Cəfər Cəfərov Natiqdən soruşur ki, gecə ermənilər gəlmirdilər, niyə qaçmamısan? Cavabında isə Natiq deyir, komandirimə söz vermişdim ki, mövqeyimi tərk etməyəcəm. Bir də bu bayrağı qoyub hara gedəydim. Natiq bir əlində avtomat, o birində bayrağı göyə qaldırır. O Xocalı əsirlərinin öldürülməməsi üçün təslim olur. Ermənilər kilsəni tutandan sonra bilirlər ki, 5 gündür onlara qarşı vuruşan sadəcə bir Azərbaycanlı imiş. Natiqin döyüş yoldaşları onun qəhrəmanlığını belə xatırlayır. Bizə əmr gəldi, biz 2 qrupaya bölündük. Bir qrupamız getdilər kilsə deyilən Alban kilsəsi, yəni sonradan bilmişik ki, Alban kilsəsidir. Bir qrup ora getdi, Natiq Qasımov da uşaqların içində olmaq şərti ilə. Oranı götürdülər. Bir gecədə qaldılar orada. Səhərsi gün onlardan əlaqəmiz itdi, tamam danışa bilmədik onlarla. Rusiyanın məşhur Aganyok jurnalının müxbiri Konstantin Smirnov və fotomüxbir Enrico Sarzini həmin vaxt hadisə yerində olurlar. Enrico Natiqin əsir götürülməsinin və sorğu-sual edilməsinin fotolarını çəkir. Aganyokun 1992-ci il aprel nömrəsində Natiqin əlində bayraq, ermənilərə əsir düşdüyü foto yayımlanır. Bu fotodan daha sonra Natiqdən xəbər olunur. Ermənilər hələ də Natiq Qasımovun əsir götürüldüyünü danır, onun sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədirlər. Bu barədə daha ətraflı milli qəhrəmanın qardaşı Nofəl Qasımovdan eşidək. Vitali Balasanyan həbs olunarsa, Natiqin taleyini %100% o deyəcək. Birbaşa onun döyüş səhnəsini də və onun danışıqlarını da Vitali Balasanyan özü real onun yanında olub, özü qarşı-qarşıya Natiqdən sual-cavab edib. Həmin o danışıqlar zamanı Konstantin Smirnov Aganyok jurnalının xüsusi müxbiri deyir ki, həmin danışıq zamanı Robert Koçaryan da orada olub. Özdə deyir, biz ona attığımız kimyavi qumbaralar idi ki, hansı ki orada boğulsun, çıxsın. Başqa variantı yoxdur. Sonra deyir, önce deyir, həbs eləyəndən sonra, yəni əsir götürəndən sonra baxdıq ki, o kilsədə özünə bir yer tapıb oradan təmiz hava almaq üçün. Sonra araşdırdıq ki, deyir, hətta kilsənin içində özünə səngər də qazıb. Gör bu səngər orada nə ilə qazıb? Onun nəyi var idi orada? Lapatkası yox, bir şey yox. Əlinlə görünür qazıb da. Axırda Xocalılar üçün canını fəda verdi. Vətən yolunda canından keçərək gənclərə örnək olan qəhrəmanımız Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə ölümündən sonra Azərbaycanın milli qəhrəmanı fəxri adına layiq görülüb.
Ordunun səsi. Qədim döyüş silahları. Döyüş silahları siyasi, ictimai, bədii inkişafın müxtəlif tərəflərini, həmçinin cəmiyyətin ümumi inkişaf səviyyəsini özündə birləşdirərək xalqın tarixi mədəni irsinin vacib elementlərindən biri hesab edilir. Silahlar tarixi, mədəni və rəmzi dəyərə malikdirlər. Dövrün elmi-texniki nailiyyətlərini və xalqın çoxşaxəli mədəniyyətini cəmləşdirərək, silah bəzən həmin xalqın rəmzlərindən biri kimi qəbul olunur. Dəmir qılınc. Azərbaycan ərazisindəki erkən orta əsr abidələrində yerli istehsal ənənələrinə görə düzəldilən silahlarla bərabər müxtəlif mədəniyyətlərə məxsus silahlar da tapılıb. Onlar sırasında xalqların böyük köçü dövrünə aid silahlar mövcuddur. Belə silahlardan biri 1949-cu ildə Mingəçevir ərazisində arxeoloji qazıntılar zamanı Kür çayının sol sahilində tapılmış sarmat tipli qılıncdır. Belə ki, silahın uzun tiyəsi tədricən dəstəyə keçir. Dəstə isə enli halqa şəklində düzəldilmiş başlıqla tamamlanır. Erkən orta əsr soyuq silah nümunələrində halqa bərkitmə ənənəsi əsasən sarmat tayfa birliyinə daxil olan tayfalara xas olan elementidir. Tunç xəncər. Uzuntəpə qurğanından aşkar edilmiş xəncər Tunç dövrü Azərbaycan xəncərlərinin zirvəsi hesab oluna bilər. Belə ki, yerli ənənə əsasında Yaxın Şərq və Ön Asiya metal işləmə təcrübəsini nəzərə almaqla düzəldilən bu növ xəncərlər əlbəyaxa döyüş üçün optimal quruluş və formaya malik idi. Dəstəyin tutacağı nazik tunç lövhənin dairəvi şəkildə bükülməsi ilə əmələ gəlib. Tutacağın iç tərəfinə ağac vurulub. Bir sıra arxeoloji tapıntılar göstərir ki, tunç tutacağın üzərinə ağac lövhələr taxılırdı. Nəticədə əl dəstəkdən sürüşmürdü. Ağac lövhələrin tutacaq üzərində möhkəm oturmasını təmin etmək üçün dəstəyə başlıq taxılırdı. Dünyaya gösterdin öz qüdrətini, Qarabağ uğrunda şücaətini, kazandın milletin məhəbbətini, müzəffər ordumuz, qalib ordumuz. Sərkərdə əmrinə hazırsan hər an, sənə minnətdardır ana yurdumuz. Vətənin möhtəşəm Polat sipəri, müzəffər ordumuz, qalib ordumuz. Vətənin möhtəşəm Polat sipəri, müzəffər ordumuz, qalib ordumuz. Sərkərdə əmrinə hazırsan hər an, sənə minnətdardır ana yurdumuz. Vətənin möhtəşəm Polat sipəri, müzəffər ordumuz, qalib ordumuz. Vətənin möhtəşəm Polat sipəri, müzəffər ordumuz, qalib ordumuz. Heç vaxt unutmadım hər bir andını, daim uca tuttun əskər adını. Doğrultdun vətənin etimadını, müzəffər ordumuz, qalib ordumuz. Sərkərdə əmrinə hazırsan hər an, sənə minnətdardır ana yurdumuz. Vətənin möhtəşəm Polat sipəri, müzəffər ordumuz, qalib ordumuz. Vətənin möhtəşəm Polat sipəri, müzəffər ordumuz, qalib ordumuz. Sərkərdə əmrinə hazırsan hər an, sənə minnətdardır ana yurdumuz. Vətənin möhtəşəm Polat sipəri,
müzəffər ordumuz, qalib ordumuz, vətənin möhtəşəm polad sipəri, müzəffər ordumuz, qalib ordumuz. Dünyaya göstərdin öz qüdrətini, Qarabağ uğrunda şücaətini, qazandın millətin məhəbbətini, müzəffər ordumuz, qalib ordumuz. Neçə sirdaşın var, silahdaşın var, yeni tarix yazan əl savaşın var. Sən yalnız deyilsən, Türk qardaşın var, müzəffər ordumuz, qalib ordumuz. Sən yalnız deyilsən, Türk qardaşın var, müzəffər ordumuz, qalib ordumuz. Neçə sirdaşın var, silahdaşın var, yeni tarix yazan əl savaşın var. Sən yalnız deyilsən, Türk qardaşın var, müzəffər ordumuz, qalib ordumuz. Sən yalnız deyilsən, Türk qardaşın var, müzəffər ordumuz, qalib ordumuz. Sən yalnız deyilsən, Türk qardaşın var, müzəffər ordumuz, qalib ordumuz. Ordunun səsi. Hərbi terminlər. Batareya. Batareya bir neçə topdan, haubitsadan, raket qurğusundan və zenit sistemlərindən ibarət olan artilleriya qoşunlarının əsas əməliyyat birliyidir. Bu bölüklər artilleriya divizionlarının tərkibində fəaliyyət göstərir və döyüş əməliyyatlarının həyata keçirilməsində böyük güc nümayiş etdirirlər. Müasir texnologiyaların inkişafı ilə artilleriya batareyalarının rolu daha da genişlənmiş və dəqiqlik baxımından mükəmməl səviyyəyə çatmışdı. Azərbaycan ordusunun 44 günlük vətən müharibəsində əldə etdiyi tarixi zəfərdə artilleriya batareyalarının rolu xüsusi vurğulanmalıdır. Müharibə dövründə məhz artilleriya batareyalarının dəqiq zərbələri düşmən mövqelərinin məhv edilməsində və strateji əhəmiyyətli obyektlərin zərərsizləşdirilməsində həlledici rol oynadı. Xüsusilə müasir artilleriya sistemləri pilotsuz uçuş aparatları ilə sinxronlaşdırılaraq yüksək səmərəlilik nümayiş etdirdi. Batareyaların funksiyası yalnız döyüş meydanında düşmən mövqelərinə zərbə endirməkdən ibarət deyil. Onlar həm də döyüş zamanı psixoloji üstünlük əldə etməkdə mühüm rol oynayır. Belə ki, güclü artilleriya atəşi düşmənin mənəvi psixoloji vəziyyətini zəiflədərək onun döyüş qabiliyyətini aşağı salır. Artilleriya ordunun gücünün və müasirliyinin simvolu olaraq hərbi strategiyada əvəzedilməz yerini qoruyur. Azərbaycanın ərazi bütövlüyünü təmin edən ordumuzun hər bir bölməsi kimi batareyaların şəxsi heyətinin də rolu danılmazdı. Döyüş bayrağı. Döyüş bayrağı hər bir ordunun ən ali simvollarından biridir. Tarix boyunca döyüş bayrağı yalnız bir parça deyil, həm də hərbi şərəfi, şöhrəti və birliyin simvolunu təcəssüm etdirən müqəddəs bir əmanət hesab edilib. Azərbaycan ordusunda döyüş bayrağının önəmi xüsusilə əhəmiyyətlidir. Belə ki, hərbi hissələr yarandığı ilk gündən Azərbaycan Respublikasının prezidenti tərəfindən imzalanan xüsusi fərmanla onlara döyüş bayrağı təqdim edilir. Bu bayraq hərbi hissənin təyinatını, mənsub olduğu qoşun növünü və onun tarixini əks etdirir. Karamanlı Başkomandan, Komanda Brigadasının komandiri Polkovnik Ümmetov döyüş bayrağı təhvil almaq üçün gəldi. And içirəm ki, bu müqəddəs keçiddə gözüm bir anda olsun belə bu bayraqdan ayrılmayacağam. Babalarımızın qanı bahsına uzanan bu bayrağı canımda rəziz tutub daima yüksələdə sağlayacağım. Ulu Önder, Heydər Əliyevin ruhunu yaşadan bu şanlı bayrağı məndən sonra sağ qalına təhvil vermədən ölmək mənə haram olsun. İstəyim anda sadiq olacağımı və ehtiramımı göstərmək üçün bayrağımı öpüb təhvil olun. Sülh dövründə döyüş bayrağı hərbi hissənin qərargahında xüsusi hazırlanmış yerdə saxlanılır. Onun mühafizəsi isə ciddi qaydalara əsaslanır. Bayrağı qorumaq üçün xüsusi post yaradılır və bu postda ən hazırlıqlı əsgərlər, saatlar təyin edilir. Müharibə dövründə isə döyüş bayrağı hərbi hissənin döyüş apardığı bölgəyə daşınır və bu həmin hərbi birliyin mövcudluğunu simvolizə edir.
Döyüş bayrağı hərbi hissənin döyüş ənənələrini, əskəri şərəfi və şöhrətini özündə birləşdirir. Hər bir əskər və zabit üçün bu bayraq yalnız bir rəmz deyil, həm də qorumağa and içdikləri müqəddəs dəyərdir. Döyüş bayrağı bir hərbi hissənin bütün mövcudluğu boyunca onun simvolu olaraq qalır. Hətta hərbi hissə ləğv edildikdə belə bayraq xüsusi qaydalarla mühafizə altına alınır və dövlət tərəfindən qorunur. Bu, döyüş bayrağının nə qədər müqəddəs və əhəmiyyətli olduğunu göstərir. Azərbaycan ordusunun döyüş bayrağı əskərlərimizin şərəf və ləyaqət rəmzi, dövlətimizin qüdrətinin və ərazi bütövlüyümüzün simvoludur. Bu bayraq hər bir əskərin vətənə olan borcunu, sədaqətini və qürurunu təcəssüm etdirir. Nəğmət olur bir ürəyə, torpağına baş əyərə, ey vətən. Meşələrin çətirlidir, gül çiçəyi ətirlidir, ey vətən, ey vətən. Dağlarına düşən şeyhdən, çöllərinə əsən mehtər, doya bilmirəm, ey vətən. Bir anamdan, bir də səndən bu dünyada doya bilmirəm, ey vətən. Ey vətən, ey vətən. Dövlət, xalq, ordu birliyi. Vətən müharibəsi kimliyimizi, mənliyimizi, ləyaqətimizi və şücaətimizi bütün dünyaya nümayiş etdirən zəfərin təntənəsi oldu. Bu zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əskərinin qəhrəmanlığı və qalib xalqın əməyi danılmazdı. Bu, bizim şərəfli tariximizə qızıl hərflərlə yazılmış qəhrəmanlıq və ləyaqət dastanıdır. Müharibədə qazanılan zəfər xalqımıza bundan sonra qalib kimi yaşamaq, qarşıya qoyduğu bütün hədəflərə yetişmək imkanı yaratdı. Bugün Qarabağ Azərbaycandır və Nida şüarı Azərbaycanın qələbəsinin rəmzinə çevrilib. Qazandığımız qələbə böyük qürurdur, fəxirdir. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Düşmən üzərində böyük qələbə əldə edildi. Məhz Prezident Ali Baş Komandan İlham Əliyevin siyasi arenada, ordumuzun isə döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri ordu, xalq, Ali Baş Komandan birliyi oldu. Xalqımız Cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək ordumuza böyük dəstək verdi. Hərbi əməliyyatlar zamanı qazandığımız parlaq zəfərlə Qarabağ münaqişəsinin həllinə nail olduq. Prezident İlham Əliyev regionda yeni siyasi reallığın əsasını qoyan lider kimi adını ən müasir tariximizə yazdı. Azərbaycan xalqının vətən müharibəsində qazandığı mənəvi zəfərin ictimai təfəkkürə təsiri hərbi əməliyyatlar zamanı əldə edilmiş qələbələr qədər möhtəşəmdir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əskər və zabitlərimizin canı, qanı bahasına qazanılmış bu şərəfli qələbə həm də xalqın milli qürurunu, özünə güvənini, inamını qaytardı. Qələbə əzmi milli birliyimizi gücləndirdi, hər birimizdə sarsılmaz inam hissi yaratdı. Vətənin keçmişi, bugünü və gələcəyi qarşısında məsuliyyət duyğusunu yüksəltdi. İndiki və gələcək nəsillər
bu qələbənin əzəmətini daim qürur və fəxarətlə anacaqlar. Əziz dinləyicilər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi Ordunun Səsi proqramının növbəti buraxılışını dinlədiniz. Proqramın yaradıcı heyəti Ariz Cəfərov, Dilşad Tahir qızı, Sitarə İsmail, Elçin Mircəfər və Fatma Mirzağa qızı. Vətənin adını tut uca, qürur ilə söylər vətənim var. Hər bir qarış torpaq nurlu ocaq, igid oğul vətəni qoruyar. Uğrunda ölən varsa vətən var. Vətən anadır, biz övladıyıq. Vətənə layiq olsaq var olar. Çünki biz bu vətənin adıyıq. Odlar yurdum mənim, sən namusum, heyrətim sən vətənim. Azərbaycan, odlar yurdum mənim, sən namusum, heyrətim sən vətənim. Sən namusum, heyrətim sən vətənim. Vətən mənim canım varlığımdır. Mən əbədi vətənə bağlıyam. Vətən alın yazım həyatımdır. Uğrunda ölən varsa vətən var. Vətən anadır, biz övladıyıq. Vətənə layiq olsaq var olar. Çünki biz bu vətənin adıyıq. Odlar yurdum mənim, sən namusum, heyrətim sən vətənim. Azərbaycan, odlar yurdum mənim, sən namusum, heyrətim sən vətənim. Sən namusum, heyrətim sən vətənim. Azərbaycan, odlar yurdum mənim, sən namusum, heyrətim sən vətənim.